Hal-hazırda Şaban ayındayıq və Şaban ayında böyük fürsətlər var və biz eləyə bilərik mübarək Ramazan ayına qaydasında daxil olaq. Bizim kim olarağımızı bizim şakiləmiz müəyyən edir. Quran bizə öyrədir ki, hər kəs öz şakiləsinə görə əməl edir. Hər kəs öz tutumuna görə, daxili quruluşuna görə davranır. Rəcəb ayında, Şaban ayında, mübarək Ramazan ayında mövzu bizim şakilərimizdir. Təqva halı olsun. Təqvada bir neçə mövzu birləşir. Təqvada mərifət var, tanıma var, məsuliyyət var, ümid var, ilahi xof var, dayanıqlılıq var, yola davam eləmə var, səbir var. Bütün bu komponentlər təqvada var. Çünki mübarək Ramazan ayı təqva məkanıdır və təqva yiyələnmə və inkişafın ən ideal bir vəziyyətidir. Və biz bu baxımdan baxsaq ki, Rəcəb ayı və Şaban ayı bu əhval və bu şakilənin inkişafı üçündür. Şakiləmizin də düzgün qurulmasında, inkişafında zəruri məsələlərdən biri hüccətullahla, Allah hüccəti ilə birgə olmaqdır, məiyyətdir. Çün kürsü olardı. Biz şakiləmizin paklanmasını o kürsüyə baş vuraraq əldə edə bilərik. Münacat-ı Şabaniyədə maraqlı bir dənə kimlik təqdim olunur. Məsumlar bizə öyrədir ki, bu kimliyi çalışın, yələnin. Deyir, Allahım, mən bütün qeyri-ilahi rənglərdən, bütün nəfsani əsarətlərdən, zəncirlərdən qırılıb sənə tərəf üz götürmüşəm, qaçmışam, gəlmişəm sənə pənah getirmişəm. Bu halda sənin huzurunda dururam, özə zəlil halda, yalvararaq dururam və bu halda səndən istəyirəm ki, mənim duamı eşidəsən. Əgər insan Allahla və Allahın vəlisi ilə və İmam Zaman ağa Əcil Fərəcəxullah dövrümüzdə Hüccətullahla, əgər insanın məiyyəti, birgəliyi, bağlantısı olmasa, bütün bunun içində elə bil ki, ucu bucağı olmayan və heç nəni başa düşmədiyi bir karlıq və körlük və özünü əzgin və heç kim hiss eləyə biləcək vəziyyətdə duymaşır. Amma fərqində olsa ki, şuhud var, Allahın nəzərindədir hər şey və Allahın övliyasına Allah xüsusi bir tapşırıq verib ki, onun nəzərindədir hər şey və biz tək deyilik və biz əgər ilahi imamla olsaq, biz tam fərqli həyat